Herkese selam. Kanalıma videoma hoş gelmişsiniz. Bugün sizlerle birlikte sticker düzelteceğim. Takipçimin isteğiydi. Ben ne videosu çekim yazmıştım. O ise sticker düzeltimi yazmıştım. Öyleyse gelin başlayaq. Bize ilk önce yağlı kağıt və yaxud da məsələn böyük stikerler varsa onları koparıp başka bir yere yapıştırın. Onun arkasındaki böyle yağlı kağıtlar və yaxud da alüminyum folye. Türkler folye deyir deyəsən, alüminyumla da eləyə bilərsiniz. Mən bundan edəcəm. Burada siz şəkillə çəkə bilərsiniz, freebie edə bilərsiniz. Mən freebie edəcəm. Buradan freebie seçək, gəlin sizlərlə birlikdə. Açam bilmirəm. Hansı freebie edək? Öncə onu müəyyənləşdirək. Bir baxaq. Freebie'lər var burada. Çok da freebie yox imiş. Bunu edək. Belə kitini. Gəlin bunu edək. Bu da burada çəkilib. Ama üzəri bantladım. Baxın, yağladım. Yine freebie kimi koymuştum buram. Ama bugün sticker edirik. Gəlin başlayaq. Belə koydum. Bize ilk önce bant lazımdı. Ben scotch kopardım. Belə. Şimdi həmin yağlı kağıdınızın üzerine çıxartdığınız scotchu olur da burada. Çıxartdığınız scotchu yapıştırın. Böyle yapıştıraq. Qıraqlarını da kəsəm. Kəsəm nə edim? Kəsək. Ya da qatlayaq. Belə buradan. Buradan da belə. Video qısa olacaq biraz. Buna görə videonu uzatmağa çalışıram. Yəni belə qostuyursunuz yağlı kağızınızın və yaxud da alüminyumunuzun üstünü. Yəni belə yağlı olar. Yağlı olmalıdır. Daha sonra sticker edəcəyiniz şəkli və yaxud da freebie'si skoçladığınız yerin üstüne böyle koyursunuz. Daha sonra bunun üstündən bir daha da skoç yapıştıracağıq. Gəlin yenə skoç götürüm. Bunları kopardaq. Biraz da skoç götürüm. Bant kopardım. Burada bantı sizinle bir yerde koparda bilmirəm. Çünkü telefonu bantın içine koymuşam. Yani bu necə deyirlər. Freebie'si koyduktan sonra onun üstünden bir kat daha skoç yapıştırırsınız. Böyle bir görüntü alınır. Daha sonra qayçı ile burada biraz yavaş hareket edelim çünkü parmağım kesilip bilmiyorum görünür ya yok. Bir saniye. Neyse görünür. Buna göre biraz yavaş hareket edelim. Sorry. İndi burada yani belə ağ mesafe qalmaqdan yani buraları necə deyim bant olacaq da o hissələri. Buna görə də bunu belə kəsirik. Belə buradan da. Biraz mən çox məsafə qoyuram ki daha çox yapışsın. Yəni belə kəsdim. Gördüğünüz kimi burada baxın. Bu qədər ara koydum. Belə. İndi bu aradan baxırıq. Bunları aralamağa çalışırıq dırnaqla. Mən dırnağımı kəsməmişəm. Çox böyükcə dırnağım. Belə aralamağa çalışırıq. Əgər edə bilmirsinizsə, məsələn burada çox ara qoymuşam burada. Buradan vərəqin ortasına, vərəqin içinə bir dəqiqə işığı azaldım.
Bir saniye. Estağfurullah. Ha. Bakın. Vərəqin alttaki kağızın görünür də. Onun içindən biraz girməklə kəsirik. Sonra fırladıb belə edək. Yəni belə. Buradan çıxartmaq daha asan olacaq. Mən də bunu çıxarda bilsəm. Çünki mən çox vaxt çıxarda bilmirəm. Tutmuşam şeyini. Amma çıxarda bilmirəm. Hə, tuttum. Baxın. Oha, stiker şeylə daha çox yaxşı oldu. Bakın. Burası da yapışkan oldu. Arkadaşlar siz neyle eləyin? Stikerlerin arkasını kopardır size. Onun eləyin. Ortası da yapışkan olur. Bunu təzədən yapıştırın bura. Daha sonra istifade ederim. Gel bir tane de edək stiker. Mənim əvvəldən yığdığım şeyler buradadır. Bilirsiniz ki. Bir saniye. Götürün. Aha. Bunun içindedir. Hatırlayırsınız onları yığırdım. Bunun eləmiyim. Bunun elində ortası yapışkan olmur. Baxın, eldə elələrindən yeni olmalıdır. Belə də edə bilərsiniz. Amma onda ortası yapışkan olmayacaq. Kağızın üstünə belə skoç yapıştırıb yağlı kağız edə bilərsiniz. Ama onda yapışmır ortası. Mən deyirdim ki, bunlar mənim nəyimə lazım olacaq. Yığırdım yəni. Amma lazım oldu. Birini də götürdüm. Buna qoyaq. Videonu uzatmağa çalışıram. Qısa olmasın. Belə bunu da götürdüm. Gəl bir dənə də frebis götürək. Buradan bir dənə də frebis götürək. Neyse. Bir tane frebis götürək. Onun boyutunda bir şey. Patisi var bu şeye. Patini eləmək istəyirəm. Pati çok şirindir. Sığmır. Ben patini biraz balacalaşdırıram. Arkadaşlar, ben patini eləmək istəyirəm. Başka yağlı kağız götürəcəm. Çünkü bunu eləmək istəyirəm. Yəni taktım da patiyə. Bağlayayım. Kutudan başkasını götürürüm. Ben bu patini edeceğim. Bunu. Başka bunu töküm. Oha. Varmış ki. Bakın bu. Belki 2 tane eləyək. Bir tane de yanına. Bir dəfəlik. Belə yığıram. Arkadaşlar, ben yığdım. Bunlar kaldı. Adayım. Yani bir gün lazım olarmış da bunlar. Deməli, 2 tane edeceğimize göre bir tane daha frebis lazımdır. Onu da yine buradan götürək. Açılmır. Ay Allah, açılmır. Neye götürüm arkadaşlar? Çok da yoktu aslında burada frebis. Buradan var diye. Domuzu eləyəcəm. Domuz. Bunu. İndi de videonu. Neyse. 2 tane eləməyi de göstereceğim. Ay daha indi buraya yerləşmir. Başladım. Bunu eləmirəm. Can sonra eləyərəm. Neyse, yine skoç lazımdır. Ben yine skoçu kopardım. Kestim. Olur da bunun boyutunda. Olur bence. Ne göre bunun üstünü bantlayaq. Böyle onları katlayayım. Yerleşir. Şimdi yine skoç lazımdır. Üstüne yapıştırmağa. Böyle. Bunun üstüne de bir tane yapıştırak. Tamam, bayaqki kimi kəsəcəyik. Qıraqda arı qoymaqla. Tez kəsin. Çünki video uzun olanda çox da izlənmir. Kəsdim. İndi əgər çıxarda bilmirəm.
Aha, çıxardıram. Oha. Oh my god. Təkrar çıxartdım. Neyse. Stikerlerimiz bu şekilde oldu. 2 adet stiker. Eğer videomuzu beğendinizse kanalıma abone olup like atıp yorum yazmayı unutmayın. Sağ olun.